Deməli, siz checking elədikdə iki dənə şərt birdən ödənməzsə bir-birinə qarışır. Biraz qırmızı tünd rəng var, açıq rəng var. Nə edirsiniz? Sadəcə orada formulanı gedib dəyişiklik eləməkdənsə müvəqqəti formulanı söndürün. Yəni silin. Həmin xanadan silin. Error yoxa çıxan kimi avtomatik biz sadəcə ikinci şərtin, ikinci checkingin işlədiyi hissəni görürük. Və conditional formatla əlaqəli advanced vərdiş bilik deyək. Məsələn, bəzən olacaq ki, iki dənə şərt ödənərsə, diqqət edirsiniz bu hissədə 20-21-ci sətirlərdə iki şərt birdən ödənibdir və bunu conditional formatda siz bəzən hansı üstə olsun, hansı prioritet olsun məntiqi ilə, məsələn, bunu üstə çıxartmaqla istəyirəm ki, sizdə belə bir gözlənti olsun ki, bu açıq qırmızı görsənməzsə, diqqət edin, apply eləyən kimi okey verək. Görürsünüz, ikinci şərtin işlədiyi görsənmir. Belə bir effekt yaranarsa, avtomatik nə edirsiniz? Gedirsiniz, daha qısa bir diapazonu üstə keçirdirsiniz və tamamilə bir-birini örtmür. Yəni Excel-də conditional format olduqda bəzən ilk dəfə istifadə edənlər elə bilir ki, bu rəsm əsəri çəkdiyindəki kimi, yəni iki rəngin ikisini də görəcəksiniz. Elə bir məntiq yoxdur. Üstə hansı düşürsə, hətta biz bunu sarı rəngdə eləsək, conditional format, bax bu hissəni keçirdib sarı rəngə, yəni daha açıq rəngə çevirsək, avtomatik həmin hissə daha üstə olduğu üçün, daha prioritet olduğu üçün altdakı qırmızı görsənməyəcək. Ona görə diapazonunuz yarımçıq olduğuna bəzən diqqət eləyirik ki, maliyyə modelləri qurduqda hər iki şərti görmək istəyiriksə, məsələn, bunu da i-yə qədər götürsəydim, avtomatik məndə qırmızı şərtin ödəndiyini tamamilə itirəcəkdim. İkinci şərti heç görməyəcəkdim. Bu hissəni də bağlayıram. Bir hissəsini daha qısa eləyirik. Hansı diapazonlara fokusum çəkilməlidirsə onu göstərirəm. Çünki burada heç qalığı yoxlamıram. Sadəcə deyirəm ki, sən bu tarixdə bu hesabı götürməyin düzgün deyil. Amma bu hissədə tamamilə qalıq səhv gəlir deyə bunu tam götürmüşəm.